Ədnə xanım yazıb ki, 1, 2, 6, 7, 8 yadımda qalıb. Bəli, 1, 2, 6, 7, 8 var. Eyni şəkildə 21-ci maddə də var. O da toxunulmaz maddədir. Daha sonra gəlin uşaqlar bir də təkrar eləyək. YouTube-dan buna baxanlar üçün də təkrar yadlarında qalsın. Və biz bu maddələri tək nömrə ilə yox, həmçinin adlarla da yadımızda saxlamalıyıq. Belə ki, birinci maddə hakimiyyətin mənbəyidir. Sonra xalqın suverenliyi maddəsidir. 2. 6-cı maddə hakimiyyətin mənimsənilməsinə yol verilməməsi. Daha sonra Azərbaycan dövləti. 8-ci maddə dövlət başçısı. 21-ci maddə isə bəli, dövlət dili maddəsidir ki, bu maddələr referenduma çıxarıla bilməyən maddələrdir, yadımızda saxlayırıq. Bu önəmlidir, çünki uşaqlar hər dəfə imtahana düşən suallardır. Daha sonra, bəs əlavələr hansı maddələrə əlavələr etmək olmaz? Yəni sayımız azdır, belə səsi açıb da deyə bilərsiniz. Problem deyil. Yəni çox adam olmadıq sürəcə belə deyə bilərsiniz. Bəli, Güney xanım yenə yazdı. 1-ci 23-cü maddələr. Yəni burada söhbət gedir ki, ümumiyyətlə uşaqlar yadınızda saxlayın. Bu maddələrə, yəni 1-ci maddədən 23-cü maddəyə qədər, yəni 1-ci bölmədə əks olan maddələrə belə deyək, əlavələr oluna bilməz. Yəni bu önəmli məqamdır, suallara da düşür. Uşaqlar, buradan çox sual cavab eləmək istəmirəm sizlə, çünki biz az maddə keçmişik, amma onu da qeyd edim ki, təkrar üçün burada 23-cü maddədə söhbət gedir dövlət rəmzlərindən. Dövlət rəmzləri ilə bağlı konstitusiya qanununda müəyyən olunan məsələlər vardır ki, bu bizim ilk məsələmizdir. Söhbət gedir, məsələn, dövlət bayrağının təsvirinin təsdiq edilməsi və s. Bu kimi məsələlər konstitusiya qanunu ilə müəyyən olunur. Bunu yadımızda saxlayırıq. Çünki bizdə gələcəkdə də, yəni konstitusiya qanunu ilə müəyyən olunan məsələlər olacaq. Məhz bugünkü mövzu haqqında biz artıq 3-cü fəsildən danışmaq istəyirəm bu haqda. Bəli, bu gün də mən elə bir paylaşmışdım dövlət bayrağından qızıl qaydalar haqqında video. YouTube-dan ona da baxa bilərsiniz və əlavə də digər qanunlar haqqında da qızıl qaydalar paylaşmışam və bu AC kateqoriyasını da əhatə eləməklə davam eləyəcək bütün qanunlardan. Uşaqlar, bax belə, gəlin başlayaq 3-cü fəsildən. Artıq biz 2-ci bölmə və 3-cü fəsildəyik. 2-ci bölmədə tək hüquq və azadlıqlar yox, həmçinin bizim vəzifələrimiz də burada öz əksini tapıb. Azadlıqlarla bağlı bizim burada 5 azadlığımız var, onlara baxacağıq və əlbəttə ki, vətəndaşın hüquqları, ümumi hər kəsin hüquqları hansılardır, onlara baxmış olacaq. Yəni uşaqlar, vaxt itirmədən keçək biz artıq maddələrimizə. Bax belə, başlayırıq. Deməli, ilk olaraq qeyd edim ki, maddəyə keçməmişdən qabaq, burada önəmli bir məqam var. Baxın, bu maddələrdə əks olunan məsələlərin, yəni hüquqların, azadlıqların ləğvi məsələsi referenduma çıxarıla bilməz. Və bir də nə referenduma çıxarıla bilmir? Referenduma çıxarıla bilməyən məsələ odur ki, həmin maddələrdə, yəni tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılma. Söhbət nədən gedir? Məsələn, bərabərlik hüququnun artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilərmi? Xeyr, referenduma çıxarıla bilməz. Biz bundan əvvəl də keçmişdik. 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci, 21-ci maddələri demişdik referenduma çıxarılmır. Eyni şəkildə bax bu maddələrin də ləğvi məsələsi çıxarılmır. Söhbət hüquq və azadlıqlardan gedir. Və onu da qeyd edim ki, uşaqlar, bu maddələrə əlavələr oluna bilir. Məsələn, bərabərlik hüququna əlavələr oluna bilirmi? Bəli, əlavələr oluna bilir. Əlavələr olunmayan məsələ yalnız 1-ci, 23-cü maddələrdir, yadımızda saxlayırıq. Daha sonra
biz artıq maddə 24-ə başlayırıq. 24 burada insan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipindən burada söhbət açılır, ümumi maddələrdir və qeyd olunur ki, insanın ləyaqəti qorunur və ona hörmət edilir və hər kəs doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Uşaqlar, bəzən belə sözlər bizim qarşımıza çıxacaq. Xüsusən də ilk dəfə hazırlaşırsınızsa, bunları yadda saxlamaq üçün baş hərflərlə yadımızda saxlaya bilərik. Baxın, məsələn, bu hissədə gördüyünüz kimi TAP sözünü yazdım və TAP bu deməkdir ki, burada artıq, yəni TAP, yəni nə vaxt yadınızdan çıxsa, bunun baş hərflərlə yadınızda saxlaya bilərsiniz. Toxunulmaz, pozulmaz və ayrılmaz. Və bu hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Baxın, bu hissəni çox zaman suallarda belə salırlar ki, dövlət qarşısında qeyd olunur və s. qoyulur. Cəmiyyət və başqa şəxslər qarşısında insan faktoru olmalıdır. Və hüquqlardan da sui istifadəyə əlbəttə ki, yol verilmir. Bu bizim maddə 24. Uşaqlar, onu da qeyd edim ki, bundan sonra da, yəni bu maddələri izah etdikcə biz konstitusiyadan suallara baxacağıq. Yəni. Əgər bir neçə nəfər də qoşulsa, yaxşı sualların cavablarına baxa bilərik. Yəni, bir çox suallar işləyə bilərik. Bax belə, indi isə bərabərlik hüququna baxaq. Bərabərlik hüququ haqqında uşaqlar bir məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, burada qeyd olunan hamı məsələsi var ki, qeyd olunur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Yəni, bu hamı sözü konstitusiyada yalnızca bir dəfə istifadə olunub və bunu da qeyd edim ki, başqa yerdə bu hamı sözün bizim qarşımıza demək olar ki, çıxmayacaq. Digərlərində, məsəl üçün, hər kəsdir, hər bir şəxsdir və s. Bununla bağlı da onu da qeyd edim ki, YouTube-da Qızıl Qaydalar adında videolar paylaşmışam konstitusiyadan. Oradan da baxa bilərsiniz o xırda məqamlara. Və kişi ilə qadının eyni hüququ da və azadlığı da vardır. Diqqətli olun, vəzifələri yox, hüquq və azadlıqlardan bəhs edirik burada məhz. Və 3-cü, 4-cü maddəni qısa şəkildə desək ki, dövlət ümumiyyətcə hər hansısa bir şəxsə, belə deyək, fərq qoymur və bu fərq qoymadan bu hüquqları məhdudlaşdırmır, bir növ belə deyə bilərik. Yəni, dövlət üçün fərqi yoxdur. Bizim burada mənsubiyyətimiz nədir, dinimiz nədir, dilimiz nədir və s. Bu kimi məsələlər fərq eləmir. Və bununla bağlı da bizim hüquq və azadlıqlarımızın bərabərliyinə də əsasən yox elə dövlət təminat verir. Ümumiyyətlə, konstitusiyada bir çox məqamların hər birində dövlət təminat verir, dövlət imkan yaradır. Yalnızca biz dövlətin adını görəcəyik buralarda. Və onu da qeyd edək ki, bu yuxarıda sadalınan məsələlərə görə, məsələn, siyasi partiya üzvlüyü, dili, dini, cinsi və s. bu kimi məsələlərə görə hər hansısa bir şəxsə zərər vurula bilməz, güzəştlər və yaxud da ki, imtiyazlar verilə bilməz, yadımızda saxlayırıq. 5-ci maddənin isə şərhini verəcəm sizin üçün. Qeyd olunur ki, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcılarla münasibətdə hər kəsin bərabər hüququ təmin edilir. Uşaqlar, bunu necə başa düşürsünüz? Yaza bilərsiniz bunu şərh hissəsinə. Mən də bir su içərəm ona qədər. Siz yazın onu, yəqin ki, gecikmələr olur, mən də onu oxuyaram. Deməli, mən bunun izahını deyim. Məsələn, nümunə üçün deyə bilərəm ki, fikirləşin ki, bir vətəndaşdır, məsələn, ali məhkəməyə müraciət eləmək istəyir. Bu zaman dövlət onun yaşına, cinsinə, mənsubiyyətinə, baxın, yuxarıda sadalınan məsələlərə görə, bax, bu məsələlərə görə fərqli yanaşa bilməz. Yəni, iki vətəndaş yaxınlaşırsa, məsələn, ali məhkəmə, indi mən bir vətəndaş dedim, orada fərq qoymur bu məsələyə. Hamıya münasibətdə eyni olmalıdır. Yəni, hər iki şəxs, mən də, siz də, ikimiz də eyni hüquqa malikik, bərabərik və dövlət də bizə qarşı necə olmalıdır? Ədalətli olmalıdır. Baxın, 5-ci maddənin şərhi bundan ibarətdir. 6-cı bənddə qeyd olunur, bu hissə suallara düşür uşaqlar, qeyd olunur ki, sağlamlıq imkanları məhdud olanlar onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa bu konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələr daşıyırlar. Uşaqlar, bunu suallarda salırlar ki, bu sağlamlıq imkanları məhdud olan şəxslər
həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrlə birgə necə ola bilər? Məsələn, vətənə sədaqət olsun, vətənə müdafiə olsun. Məsələn, bir şəxsin əgərləri sağlamlıq imkanı məhduddursa, o necə vətənə xidmət edə bilər? Yəni bu vəzifələrdən başqa olur və bu konstitusiya sözünü də necə yadınızda saxlayırsınız? Çünki bunu qanunda da deyirlər. Yəni bizim hüquqlarımız bax bu konstitusiyada öz əksini tapıb. Ona görə yadınızda saxlayın, bu konstitusiyada təsbit olunmuş hüquqlardan istifadə edir. Başqa digər normativ hüquq aktlardan yox. Çünki onlar artıq məhdud çərçivədə olur. Məsələn, dövlət qulluqçularının hüquqları. Bu artıq dövlət qulluqçusuna malik olan şəxsin hüquqlarıdır. Bu isə bütün belə deyək, insanların hüquqlarından burada söhbət gedir və bir də əlbəttə ki, bəziləri var ki, onlar vətəndaşa məxsus hüquqları olacaq. Suallarınız da olduqca uşaqla şərh hissəsinə yazın, mən də görüm. Daha sonra keçirik digər məsələyə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi. Ümumiyyətlə biz öz hüquqlarımızı necə müdafiə edə bilərik və azadlığımızı da. Yəni qanunla qadağan deyilsə, biz müdafiə edə bilərik öz hüququmuzu da, azadlığımızı da. Və əlbəttə ki, burada təminatı da yenə dövlət verir. Qeyd etdiyim kimi, konstitusiyada bütün məsələlərlə bağlı dövlət əsas rol oynayacaq. Daha sonra gəlin uşaqlar keçək digər məsələyə. Burada artıq yaşamaq hüququndan danışmaq istəyirəm. Bu hər imtahana düşüb dekabr ayından indiyənə qədər səhv eləmirəmsə, çünki mən izahlarını vermişdim. Yaşamaq hüququ hər kəsin yaşamaq hüququdur. Ancaq hər bir şəxsin hüququ isə yaşamaq hüququ toxunulmazdır, hər bir şəxsin. Burada diqqətli olun, hər kəslə hər bir şəxs sözündən. Ümumiyyətlə bunların da şərhi ilə bağlı YouTube-da videom var. Hər bir şəxs, hər kəs, vətəndaş və hamı ilə bağlı. Qısaca deyim ki, hər kəs deyəndə ümumi şəkildə nəzərdə tutulur. Hər bir şəxs dedikdə isə o ümumi şəkildə nəzərdə tutulan hər kəsin içərisindəki fərdi olaraq adamları, belə deyək, insanları orada götürürük. Baxın, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır deyəndə hansı hallar istisnadır? Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisnadır. Uşaqlar, onu da qeyd edim ki, Azərbaycanda ölüm cəzası bir növ belə deyək, dondurulub, ləğv olunmayıb. Bu barədə mən danışmışam və WhatsApp qrupumda da bununla bağlı ətraflı məlumat yazmışam, ona da baxa bilərsiniz. Yəni tam şəkildə ləğv olmayıb, gördüyünüz kimi konstitusiyada ölüm cəzasının tətbiqi məsələsi var. 3-cü bənddə də qeyd olunur ki, bəli, bu müstəsna cəza tədbiri kimi ölüm cəzası, baxın diqqətli olun, tam ləğv edilənə qədər dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə cinayətlərə yox, ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. Baxın, bu konstitusiyada yazılıb bu maddə, yəni ləğv olunmayıb deməli. Və sonuncu məsələ isə burada bizim qarşımıza çıxacaq. Hansı hallarda insana qarşı silah işlədilməsinə yol verilir? Bax, bu dediklərim niyə bu şəkildə deyirəm? Çünki suallar da məhz bu şəkildə olur. Zəruri müdafiədir, son zərurətdir və yaxud cinayətkarların yaxalanması, tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın və yaxud çevrilişin qarşısının alınması, bir də ölkəyə silahlı basqın edilməsi halları istisnadır. Yəni bu hallardan başqa insana qarşı silah işlədilməsinə yol verilmirdi. Bunu yadınızda saxlayın, imtahana düşən hissələrdir. Bax, ən önəmli hissələrdən biridir bu. Ola bilər bu imtahana da düşər ayın 22-sinə. Bilmirəm, indi aranızda iştirak edən olacaq 22-sində, yoxsa yox. Sonra azadlıq hüququmuzdan danışaq. Azadlıq hüququ ilə bağlı uşaqlar, bu ümumiyyətcə sadaladığım məsələlərdə hər kəsin hüquqları söhbəti gedir, hər bir şəxs deyir. Sadəcə hələ ki keçmişik, hər bir şəxsin yaşamaq hüququ toxunulmaz idi. Bir də nə orada keçmişik hər bir şəxs. Deməli, azadlıq hüququ əlbəttə ki məhdudlaşdırıla bilər, tutulmadır, həbs almadır və azadlıqdan məhrum etmək yolu ilə. İndi bunu da necə yadınızda saxlayırsınız? Mən belə yazmışam, yəni bunu tərsinə yazıb belə bir hat kimi də yaza bilərsiniz. Düzdür, məna olaraq bir məna vermir, ancaq belə yadınızda saxlaya bilərsiniz. Mən belə yadımda saxlamışam. Daha sonra və bu üçüncü məsələ önəmli məsələdir. Bəzən görürsünüz, sosial şəbəkələrdə müzakirələr gedir ki, məsələn, kimsə, indi ad çəkmirəm, hansısa bir rayondandır, deyir ki, çıxsın, getsin, o rayonda yaşasın və yaxud o şəhərdə yaşasın. Baxın, konstitusiyada 3-cü bənddə qeyd olunur ki, qanuni surətdə, bax, bu önəmli məsələdir, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər və özünə yaşayış yeri seçə bilər və həmçinin də Azərbaycan Respublikasının ərazisindən
hissəsindən kənara gedə bilər. Önəmli məsələdir. Və əlbəttə ki, hər zaman da maneəsiz olaraq vətəndaşlar öz ölkəsinə qayıda bilərlər. Bu da belə. Amma bunu da deyim uşaqlar, bu 4-cü bənddən hələ ki imtahana düşən görməmişəm. Ümumiyyətlə suallarda da görməmişəm bu hissədən sual düşdüyü. Amma bu hissə düşür. Bir dənə buradan bu düşür demək olar ki, 2-ci bənd. Mülkiyyət hüququ son imtahanda düşmüşdü. Mülkiyyətin növlərindən düşmüşdü. Biz mülkiyyətin növləri haqqında keçmişdik ki, mülkiyyətin 3 növü vardı uşaqlar. Bildiyiniz kimi bələdiyyədir, dövlətdir, xüsusi mülkiyyətdir. İmtahanda da düşmüşdü ki, mülkiyyətin hansı növü yoxdur. Maddə 29 isə artıq mülkiyyət hüququndan söhbət gedir. Baxın, burada mən nə etmişəm? Bunların fərqini müəyyənləşdirmək üçün burada mülkiyyətdir. Buna baxa bilərsiniz. Bu arada bunu da deyim, kitabı mənim Telegram qrupumdan əldə edə bilərsiniz bu kitabı. Və mülkiyyət hüququ da budur. Hər kəsin mülkiyyət hüququ var. Bu mülkiyyətin heç bir növünə üstünlük verilmir və əlbəttə ki, xüsusi mülkiyyət də mülkiyyət hüququ qanunla qorunur. Ümumiyyətlə, mülkiyyət hüququ nədir? Baxın, imtahana düşən sualdır. Mülkiyyət hüququ nədir? Mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq və əmlakdan istifadə etmək, onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Bunu xüsusi olaraq yadınızda saxlayırsınız ki, hər imtahana düşür buradan. Hər imtahanı deməyim, yəni ümumiyyətlə ən çox düşən hissələrdən biridir. Daha sonra və əlbəttə ki, bu mülkiyyətdən məhrum olunma yalnızca məhkəmənin qərarı ilə ola bilər və əmlakın da tam müsadirəsinə əlbəttə ki, yol verilmir. Amma burada bir məsələ var. Dövlətin ehtiyacları üçün mülkiyyət özgəninkiləşdirilə bilər, ancaq onun dəyərin ədalətli ödəmək şərti ilə. Bu da önəmli məsələdir və sonra xüsusi mülkiyyət qeyd olunur ki, sosial öhdəliklərə səbəb olur. Ümumiyyətlə, bu xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması nədir? Məsələn, fikirləşin ki, bir insandır, bir özəl mülkiyyəti var, bir binası var, yeni tikililərdəndir və bu zaman onun sosial öhdəliyi olur. Söhbət nədən gedir? Burada yalnız onun mülkiyyət hüququ yaranmır. Həmçinin bu mülkiyyəti necə idarə edəcəyi ilə bağlı sosial öhdəliklərə də malik olur. Məsələn, orada qonşuların, belə deyək, rifahı nəzərə alınmalıdır, müəyyən səs qaydalarına riayət olunmalıdır, binanın təhlükəsizlik məsələlərinə diqqət yetirilməlidir və s. Yəni, bu kimi məsələlərdə sosial öhdəliklərə səbəb olur. Bu da önəmli məsələdir. Daha sonra və yaxud ola bilər bir fermer olar, bunu da nümunə deyim. Bu fermerin özünə məxsusdur da bu ərazi. Burada o su mənbələrində səmərəli istifadə etməlidir. O kimyəvi gübrələrdən ehtiyatla istifadə etməlidir ki, digər qonşulara da zərər olmasın. Müəyyən sosial öhdəlikləri var və yaxud orada işləyən işçilərə vaxtında maaşlarını verməlidir, vergini də vaxtında ödəməlidir. Yəni müəyyən sosial öhdəliklər var. Və onu da qeyd edək ki, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Bu belə. 30 isə əqli mülkiyyət hüququdur və əqli mülkiyyət hüququndan hələ ki mən sual görməmişəm. Ümumiyyətlə nə işlədiyim testlərdə, nə də dövlət imtahanında. Bilmirəm, indi aranızda iştirak edən varsa, buradan sual düşübsə deyə bilərsiniz, amma mənim qarşıma çıxmayıb. Əqli mülkiyyət, yəni sizin əqlinizlə, ağlınızla qazanılan mülkiyyətdən söhbət gedir. Burada kitab ola bilər, nəyisə ixtira eləyə bilərsiniz və s. Yəni hər kəsin əqli mülkiyyət hüququ var və əlbəttə ki, bu hüquqlar da qanunla qorunur. İstər müəlliflik hüququdur, ixtiraçılıq hüququdur və başqa növlərdən buradan söhbət gedir. Qısa bir, belə deyək, hüquqdur. Bura qədər uşaqlar, sualınız varsa yaza bilərsiniz. Buranı qutaraq keçəyin, sonra suallara keçək biz. Konstitusiyadan maraqlı suallarım olacaq. Nəsə aydın olmayan bir yer varmı? Tamam, belə baxıram, hələ ki bir problem yoxdur. O zaman davam eləyək dostlar. 31-ci maddəyə baxırıq artıq. 31-ci maddədə söhbət nədən gedir? Təhlükəsiz yaşamaq hüququ
Çox sağ olun Günel xanım. 31-ci maddə təhlükəsiz yaşamaq hüququ. Bir var, yuxarıda qeyd etmişdik, hər bir kəsin yaşamaq hüququ toxunulmazdır. Bu isə təhlükəsiz yaşamaq hüququdur. Hər kəsin təhlükəsiz yaşamaq hüququ var. Və onu da qeyd edək ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Ümumiyyətlə, bu məsələlər hansı yerlərdə ola bilər? Niyə biz, məsələn, şəxsin mənzilinə qəsd edirik? Yəni niyə bunlar qanunla deyir ki, istisnadır bu hallar? Yəni məsələn fikirləşin, bir terrorçu qruplaşmasıdır, hər hansısa bir mənzildə gizlənirlər. O zaman mənzilə qəsd etmək olarmı? Əlbəttə ki, olar. Yəni burada insan biz vətəndaşlardan getmir söhbət. Əlbəttə ki, dövlətin mühafizə orqanları vasitəsilə mənzilə qəsd etməkdən söhbət gedir. Bu belə. Maddə 32 isə şəxsi toxunulmazlıq hüququdur. Uşaqlar, bunu da qeyd edim ki, şəxsi toxunulmazlıq hüququ ilə bağlı burada bir məsələ var. İmtahanlarda bundan da çox sual düşür. Biraz da miqyası balacalaşdırın. Gəlin şəxsi toxunulmazlıq hüququna baxaq. Ümumiyyətlə şəxsi toxunulmazlıq hüququ da ki, hər kəsin şəxsi toxunulmaz hüququ var və əlbəttə ki, hər kəs şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Ancaq qanunla nəzərdə tutulan hallardan başqa isə şəxsi və ailə həyatına müdaxilə eləmək qadağandır. Və hər kəsin də ki, əlbəttə ki, bu müdaxilədən də müdafiə hüququ vardır. Ümumiyyətlə ona da baxacağıq ki, dövlət də hüquqi yardımı pulsuz eləyir. Məsələn, bizim tutulma hallarımızda ona biz ətraflı baxacağıq. Və qeyd olunur 2-ci, 3-cü bənddə isə bizim əgər razılığımız yoxdursa, bizim haqqımızda məlumatların toplanılmasıdır və yaxud saxlanılması, yayılması, istifadəsinə əlbəttə ki, yol verilmir. Və qanunla müəyyən edilmiş hallar istisna olmaqla bizim belə deyək, videomuz, fotomuz çəkilə bilməz və yaxud səs yazımız yazıla bilməz. Bax, bununla bağlı müəyyən məsuliyyətlər var. Yəni, ancaq razılığımız olmalıdır və qanunla müəyyən edilmiş hallar. İndi bu qanunla müəyyən edilmiş hallara da baxacaq, hansı hallardır. Əməliyyat istintaq gedişini aparmaq üçün, bəli, bizdə belə foto çəkilişlər ola bilər. O haqda da danışacağam. Sonra hər kəsin yazışma, telefon danışıqları, nə bilim, post, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Məsələn, mən gedib hər hansısa bir operatora gedib yaxınlaşsam, sizlərin birinin nömrəsini versəm ki, bu nömrənin sahibinin kimliyini mənə versinlər, əlbəttə ki, onlar bunu verə bilməz. Qanunla bu qadağandır. Daha sonra əlbəttə ki, bu yuxarıda qeyd etmişdim artıq. Bunu iki halda istisnadır. Bir, cinayətin qarşısını almaqdan ötürüdürsə, bir də cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötürü. Bu zamanları məhdudlaşa bilərmi? Bəli, məhdudlaşa bilər. Yəni, bu digər məsələ. Yəni, bizim o zamanları yazışmalarımız üzə çıxa bilir. Çox zamanda belə real həyatda bunlar necə olur? Hər hansısa bir ölüm hadisəsi olanda o zamanları artıq o yazışmaları dövlət çıxara bilir. Onu da qeyd edim ki, uşaqlar, məsələn, bu əlavədir, bunun dərs adiyyəti yoxdur bu deyəcəyimin. Məsələn, WhatsApp yazışmaları demək olar ki, çıxarıla bilmir. Ona görə ki, bizim orada yazışmalarımız, datamız WhatsApp'ın datasında saxlanılır. Ancaq, məsələn, hər hansısa bir SMS ilə yazırıqsa, tutalım deyirəm, məsələn, Azərseldə yazışırıqsa və yaxud siz telefonla danışanda, əgər mobillə yığırsınızsa, WhatsApp-la yox, o yazışmalar, datalar hal-hazırda yəni çıxarıla bilər hər hansısa Allah uzaq eləsin cinayət halında. Amma WhatsApp-dakı çıxarılmaya bilər. Bax, bu belə. Nurlana xanım yazıb ki, mənim başıma belə hal gəlmişdir. Bəli, real həyatda olur belə şeylər. Daha sonra uşaqlar 5-ci maddəyə baxırıq. Və 5-ci maddə əslində sadə maddədir ki, yəni burada qeyd olunan məsələ budur ki, bu qanunla müəyyən edilmiş hallar istisna olmaqla bizim barəmizdə toplanılan məlumatlar barəsində, əgər o məlumatlar ümumiyyətcə yanlışdırsa, qısa şəkildə deyək, bizim hüququmuz var ki, deyək ki, o məlumatlar düzəldilsin və yaxud çıxarılsın və s. Əlbəttə ki, məhkəməyə vermək olurmu? Əlbəttə ki, niyə olmasın? Məhkəməyə müraciət etmək bizim hüququmuzdur. İndi ona da baxacağıq. Daha sonra qanunla müəyyən edilmiş halların istisna olmaqla üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına da daxil olmaq qadağandır. Əlbəttə ki, bura icazə yoxdur başqa şəxslərin məlumatlarını əldə etməyimizə. Ancaq qanunla müəyyən edilmiş hallar istisnadır. Daha sonra biz burada artıq danışmalıyıq
7-ci maddədən danışaq. Bax, bununla bağlı uşaqlar, mənim WhatsApp qrupumda varsınızsa, bilirsiniz yəqin ki, mən artıq səhər bununla bağlı paylaşım elədim. Söhbət nədən gedir? Söhbət buradan gedir ki, məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərti ilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla informasiya texnologiyalarından şəxsin həyatına və yaxud onun etnik mənsubiyyəti, dini mənsubiyyətinə qarşı məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Yəni, burada söhbət nədən gedir? Məsələn, fikirləşin ki, əsasda bu məsələni qeyd etmək istəyirəm. Anonim xarakterli statistik məlumatların emalı nə deməkdir? Bu haqda mən artıq yazmışam WhatsApp qrupumda. Məsələn, fikirləşin ki, burada bu məlumatlar dedikdə nəzərdə alınır ki, məsələn, Azərbaycanda tutalım, əhalinin neçə faizi isə tutam xristiyandır, müsəlmandır, nə bilim, hər hansısa bir dinli mənsubiyyətlə bağlı. Məsələn, Azərbaycanda deyirik ki, o əhalinin 15%-i talışdır. Burada konkret olaraq hər hansısa bir şəxsin şəxsi həyatı açıqlanmır ki, və yaxud onun etnik mənsubiyyətinə dair məlumat açıqlanmır ki, tutalım, demlikdə filan rayonda işləyən filan şəxs talışdır. Biz sadəcə ümumi məlumatlar veririk. Məsələn, deyirik ki, əqidə ilə bağlı. Məsələn, ölkədə nə bilim 50% insan tutalım hökumətə güvənir. Yəni bu barədə artıq yazmışam mən. Bax bu belə. Yəni anonim xarakterli statistik məlumat dedikdə budur. Bəli, statistik məlumat kimi açıqlana bilər. Bəli, qısa şəkildə belə. Yəni belə deyək də heç kimin kimliyinə toxunmur. O zamanları, yəni bu məsələ də bilinmir kim kimdir də, ümumidir. 8-ci isə qeyd olunur ki, fərdi məlumatların dairəsi də, onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizə şərtləri qanunla müəyyən edilir. Şəxsi toxunulmazlıq hüququnu uşaqlar diqqətli oxuyun ki, imtahanda ən çox suallar düşən hissələrdən biri də budur. Daha sonra mənzil toxunulmazlığına gələk ki, bu da sadədir. Yəni mənzil toxunulmazlığı hər kəsdə var, ancaq qanunla müəyyən edilmiş hallar və məhkəmə qərarı istisna olmaqla belə deyək, heç kəs mənzilə daxil ola bilməz. Mütləq şəkildə məhkəmənin qərarı olmalıdır ki, digər şəxslər sizin mənzilinizə daxil ola bilsin. Bir növ belə deyək, order olmalıdır. Məhkəmədən gələn order olmalıdır. Bu da bax belə. İndi isə nikah hüququ. Baxın uşaqlar, maddə 34-də nikah hüququ ilə bağlı belə bir şey qeyd eləmişəm. Nikah hüququ bir tərəfdədir, sol tərəfdə və sağ tərəfdə ailə, uşaqlar və dövlət. Niyə mən bunları bir vermişəm? Çünki bunları bir-biri ilə çaşdırırlar və burada demək olar ki, bir-biri ilə çox oxşarlıq var. Əlbəttə ki, ailə qurmaq hüququ hər kəsin var və nikah da könüllü razılıq əsasında bağlanır. Heç kəs zorla evləndirilə ərə verə bilməz. Ancaq bu dediyim ikinci məsələ, heç kəsin zorla evləndirilə bilməmək məsələsi deyəsən Azərbaycanda çox da tətbiq olunan məsələ deyil. Sonra üçüncü məsələdə qeyd etmək istəyirəm ki, nikah və ailə dövlətin himayəsindədir və analıq da, atalıq da bunlar da qanunla mühafizə edilir və dövlət də çox uşaqlı ailələrə yardım göstərir. Ərlə arvadın hüquqları isə bərabərdir. Biz bundan əvvəl dedik ki, kişi ilə qadının eyni hüquqları və azadlıqları var. Baxın, ərlə arvadın isə sadəcə hüquqlarından söhbət danışır. Burada azadlıq yoxdur. Bununla bağlı da mənim WhatsApp qrupumda əvvəllər paylaşım eləmişəm. Onu da axtarış hissəsinə yazıb tapa bilərsiniz. Və əlbəttə ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququdur, həm də borcudur. Ancaq valideynlərə hörmət etmək, onların qayğısına qalmaq isə uşaqların borcudur. Hüququ yox, borcudur. Əgərləri hər hansısa şəxsin əmək qabiliyyətli olmayan valideyni olarsa və həmin şəxs də 18 yaşına çatarsa, o zaman həmin şəxs valideynini saxlamağa borcludur. Burada bu sualı salırlar ki, kim borcludur? Dövlət yazırlar bəzən uşaqlara, onu qeyd edim. Burada yəni həmin uşağın özü borcludur. Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, sabahları YouTube-da 10 çətin sualın izahı olacaq. Ona da baxa bilərsiniz. Orada da maraqlı suallar olacaq. Əlavə qeyd kimi qeyd edirəm. Bax, bu hissəni belə danışdıq. Burada yadınızda qalan məsələ olacaq ki, nikah könüllü razılıq əsasında bağlanılır. Ancaq digər məsələ isə biz baxacaq əmək müqavilələrinə. Əmək müqavilələri isə uşaqlar sərbəst şəkildə bağlanılır. Bu dediklərimin hər birini qeyd edin ki, suallarda bu sizin rastınıza tez-tez çıxmış olacaq. Daha sonra maddə 35-ə baxaq. 40-a qədər maddələrə baxaq. 40-dan sonra artıq sualları işləyək. Yerdə də nə qalsa biz onları keçərik ki, çünki bu YouTube-a gedəcək.
Maddə 35 əmək hüququdur. Qeyd olunur ki, əmək fərdi və ictimai rifahın əsasıdır. Burada söhbət nədən gedir? Gəlin bunun da şərhi ilə bağlı deyim. Məsələn, fərdi rifahdan fikirləşin bir insan, məsələn, özüm olum, iş tapıram, öz sahəmdə çalışıram və maddi təminatım olur. Bu maddi təminatım da olur və fərdi rifahımı tapıram bir növ. Gündəlik ehtiyacımı qarşılayıram, nə bilim, və sair məsələlər. İctimai rifah odur ki, məsəl üçün burada fikirləşin, burada nümunə kimi deyirəm, həkimlər işləyir. Həkimlər nə edir? Ümumilikdə həkimlər bütün bu insanların sağlamlığını qoruyaraq insanların yaşam keyfiyyətini yüksəldir. Və bir də məsələn burada müəllimləri əsasən nəzərdə tuta bilərik ki, bu ictimai rifahda. Məsələn, müəllimlər həmin bu gənc nəsillərin yetişməsinə kömək edir, cəmiyyətin bilik səviyyəsini artırır və s. Yəni bu cür işlər cəmiyyətin ümumi rifahını artırır. Bir növ fərdi bizim rifahımız əslində fərdi və ictimai rifahın əsasıdır, yəni bizim əməyimiz. Çünki biz bu əməyimizdən pul qazanırıq və s. bu kimi məsələlərə. Öz rifahımızı təmin edirik. Sadə şəkildə desək belə. Və əgər bizim bu necə deyirlər, hər kəsin deyir əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ var. Necə ki mən hal-hazırda seçmişəm, mən həm müəlliməm, həm dövlət işində işləyirəm və s. Və heç kəs də zorla işlədilə bilməz. Onu da qeyd edim ki, uşaqlar, baxın 7-ci maddəyə birdən-birə keçmək istəmirdim, ancaq bunu deyim. Yeganə işsizlərdir ki, dövlətdən sosial müavinət almaq hüququ var. Çünki burada dedik, heç kəs zorla işlədilə bilməz, ona görə birdən-birə bura keçdim. Ancaq bəzi hallar var ki, burada məcburi işlədilə bilinər insan. Bunlar hansıdır? Əgər məhkəmə qərarı olursa və burada əlbəttə ki, məhkəmə qərarı olanda orada müəyyən şərtlər və müddəti qanunla müəyyən edilir. Hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək və bir də fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işlərə gördürmək hallarına yol verilir. Sualda da bu şəkildə düşür ki, hansı hallarda belə deyək, məcburi işlədilə bilinir. Və bu arada da qeyd olunur ki, hər kəs dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Bu da belə. Daha sonra keçək digər məsələyə. Burada heç bunu deməyə ehtiyac yoxdur. Əlbəttə ki, dövlət işsizliyini aradan qaldırılması üçün bütün imkanlardan istifadə edir və s. Yəni buradan suallar görməmişəm, açığı heç oxumağa ehtiyac yoxdur. İndi isə uşaqlar gəlirik tətil hüququna. Baxın burada qarşılıqlıq olub, gəlib düşüb bu yana. İlk olaraq qeyd olunur ki, hər kəsin tətil etmək hüququ var. İstər tək başına ola bilər, istərsə də başqalarla birlikdə. Tətil etmək dedikdə burada söhbət, yəni istirahətdən getmir. Tətil deyəndə, yəni burada həmin işçilərin işə etiraz olaraq işə çıxmamasından söhbət gedir. Və əmək müqaviləsi əsasında işləyənlərin isə tətil etmək hüququ yalnız qanunla nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Amma qanunla nəzərdə tutulmuş hallarda. Ümumiyyətlə, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçular isə və həmçinin mülki şəxslər isə tətil edə bilmirlər. Kimlər tətil edə bilmir dedikdə isə bunun cavabını belə veririk. Və fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. Burada əmək sözü olduğuna görə bunu götürürlər əmək hüququnda salırlar. Amma diqqətli olun, bunu necə yadınızda saxlayırsınız? Burada deyirik fərdi və kollektiv. Yuxarıda da deyir hər kəsin tək başına və ya başqaları ilə birlikdə. Yəni bu iki hissə ilə bir-birinə bərabərləşdirin. Yadınızda saxlayın ki, bu hissə əmək hüququnda deyir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla lokkaut qadağandır. Lokkaut odur ki, məsələn, işçilər artıq tətil elan eləyir, işə çıxmır. O zaman həmin şirkətin rəhbəri öz müəssisəsini bağlayır. Artıq müəssisə bağlanırsa, yəni müvəqqəti dayandırır bunun fəaliyyətini, işçilərə pul vermir. Ona görə qanun deyir ki, müəyyən edilmiş hallar istisna olmaqla lokkaut qadağandır. Bu da belə. İndi biz 3 maddəyə də baxaq. 37, 38, 39, bir də 44 maddəyə. Ondan sonra suallara keçək. İstirahət hüququna baxırıq uşaqlar. Burada qeyd olunur ki, hər kəsin istirahət hüququ var. Bax, bu istirahət artıq bizim bildiyimiz istirahətdəndir. Və əlbəttə ki, əmək müqaviləsi ilə işləyənlərə, hər kəsə yox, əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş
Lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim gündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. Siz inşallah dövlət qulluqçusu olanda sizin məzuniyyət gününüz ilk olaraq başlanğıcda 30 gün olur, maksimum isə illərə görə 36 gün olunur və onu da deyim ki, 8 saatdan əlavə də ay ərzində ümumi 5 saat işləyə bilərsiniz. Yəni ödəniş olunmadan sizə pulsuz şəkildə. Daha sonra keçirik digər hissəyə. Digər hissəmiz burada artıq bu yazı qoymur, mən görüm. Qeyd olunur ki, sosial təminat hüququna malik olan şəxslərdən burada söhbət gedir və qeyd olunur ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatırsa, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə görə və bir də işsizliyə görə sosial təminat almaq hüququna malikdir. Həmçinin bayaqlarda biz dedik ki, işsizlər, baxın burada dedik ki, işsizlər dövlətdən sosial müavinət almaq hüququ var. Bu isə sosial təminatdır uşaqlar, diqqətli olun. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir və dövlət həmçinin bu xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün də imkanlar yaradır. Bu belə sadədir. 39-cu maddə isə sağlam ətraf mühitdə yaşamaq hüququndan gedir ki, bunu da biz real hadisələrdə görmüşük. Məsələn, Gədəbəy hadisələrində nə deyir? İndi mən bunu nümunələrlə deyəcəm. Deyir ki, hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquq pozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ var. Baxın, Gədəbəydə belə bir hadisə baş vermişdi ki, orada qızıl yataqlarını işlədən şirkət var idi və əhali orada etiraz eləyirdi ki, artıq yəni orada olan qızıl yataqların işlənməsi zamanı həmin o çay idi, yoxsa bilmirəm nə idi. Yəni o su hövzəsinə müəyyən atqılar atılır və o da insanların həyatı üçün təhlükə törədir. Və onu da qeyd edək ki, 3-cü bənddə artıq 3-cü bəndə görə insanlar etiraz edirdi ki, deyir, heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Baxın, bir çox restoranlarda görmüsünüz, bu kabab bişirirlər, belə sadə nümunə deyim. Orada havaya artıq tüstülər gedir. İndi onların yoxlanılma prosesi var ki, müəyyən onlar filtrdən keçib o həmin tüstü buraxılmalıdır havaya. Yəni burada qanuna müəyyən edilmiş hədd olmalıdır. Yoxsa artıq olarsa bu artıq məsuliyyətə səbəb olur, cərimə olunur. Eyni şəkildə maşınların da yoxlanılma halları olur və s. Daha sonra bir də qeyd olunur ki, dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş növlərin qorunmasına təminat verir. İndi gəlin uşaqlar, burada bir dənə 40-ı oxuyum, sonra suallarınıza baxın. 40 mədəniyyət hüququdur. Qeyd olunur ki, hər kəs bu mədəni həyatda iştirak edə bilər, mədəniyyət təsisatlarından, mədəni sərvətlərdən istifadə etmə hüququ var və s. Və hər kəs də bu mədəni və mənəvi isə hörmətlə yanaşmalıdır, tarix və mədəniyyət abidələrini qorunmalıdır. Məsələn, Qız qalası var, biz Qız qalasına gedirik, müəyyən ödəniş edirik, oradan istifadə edirik. Yəni, bu hüquq da deyəndə bu nəzərdə tutur. Gəlin, indi baxım görüm nə yazmışsınız. Tanışlıq olmadan Nurlan Axan, bilmədim açığı nə demək istəyirsiniz. Tanışlıq olmadan dövlət qulluğuna hazırlaşmağa dəyər. Yəni, ümumiyyətcə, hər bir məsələdə cəhd etmək lazımdır. Ondan sonra, yəni, mən açığı bilmirəm sizdə potensialınız nə qədərdir. Yəni, özünüzü cəhd eləsəz yaxşı olar. Daha sonra, diplom əldə olmadan imtahana girmək olur. Mənim bildiyim bakalavrı bitirmiş 4-cü kurs tələbələri girə bilərlər. Diplom olmadan, bəli, məncə girmiş olar, ancaq bu müsahibə turunda iştirak eləmək olmaz hər halda. Çünki o ali təhsiliniz təsdiqlənməlidir, ancaq imtahana giriş olar. Bax, belə uşaqlar, gəlin mən artıq burada Dövlət İmtahan Mərkəzinin test toplusunu sizlər üçün paylaşım. İndi aranızda bilmirəm, burada neçə nəfər cavablandıra bilər bu sualların cavabını. Ancaq yenə də paylaşım eləyək. Mən indi girim buradan tapım demək. Keçən səfər 20-yə qədər səhv eləmirəmsə işləmişdik. Baxın, görün burada informatikadan. Mən informatika dərslərimdə var. Amma buradan tapa bilirəmmi? Vakansiyalarda məncə yox. İştirak edə bilməzsiniz. Amma yenə də
Dimin özü ilə əlaqə saxlasanız yaxşı olar, amma məncə iştirak edə bilməzsiniz. Çünki diplom yoxdur. O dövlət qulluğu haqqında qanunda da deyir ki, yəni sizin inzibati vəzifəni tutmaq üçün ali təhsiliniz olmalıdır. Əgər diplom yoxdursa, o necə təsdiqlənə bilər? O da mənə maraqlıdır, yəni. Diplom olmadan necə siz orada iştirak edə bilərsiniz? Orası maraqlıdır mənə. Amma yenə də dəqiqləşdirin. Yaxşı, keçək uşaqlar suallarımıza. Bir 10-15 suala da burada baxaq. Bu arada uşaqlar, mən bunların da izahını YouTube-da vermişəm. Demək olar ki, BB kateqoriyasının hər birinin, BA kateqoriyasından isə Ombudsman haqqında qanundan artıq onun da sualının izahını vermişəm. Güney xanım AS-yə hazırlaşırdı. Ona görə açıq suala işləyə bilərik tam şəkildə. Yaxşı, elə 22-dən başlayaq biz. Mən biraz yaxınlaşdırım uşaqlar. Siz baxın 22-yə görüm sizin cavablarınız nə olacaq. Mən də səsi aldım, bir su içim. Siz sualları yazdıqca cavabları daha doğrusu, mən də cavabları izah edeyim. Nə deyir? Mən burada markerimi də götürüm, görüm markerimi tapırammı? Deyir ki, konstitusiya əsasən doğru müddəaları müəyyən edin. Qeyd olunur ki, Azərbaycan Respublikasının konstitusiyasında sadalanan, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə uyğun tətbiq edilən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Düzdürmü? Əlbəttə ki, mən burada yanlış bir şey görmürəm. Bax, belə də deyilmişdi. Bir düzdür. Buradan da yazıram 1. Deyir, işə götürülməsi qadağan olunan 15 yaşına çatmamış uşaqların hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət etmir. Niyə ki? Niyə dövlət nəzarət etməsin? Bu yanlışdır. Qeyd olunur ki, mülkiyyət hər hansısa fiziki və ya hüquqi şəxslərin hüquqlarına və yaxud mənafələrinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Ümumiyyətcə, mülkiyyət niyə Azərbaycan Respublikasına mənsub olsun? Mülkiyyətin 3 növü var. Bu, təbii ehtiyatlar idi. Yadınıza saxlayın. Güney xanım, diqqətli olun. 3 yox, 3 yanlışdır. Daha sonra burada 4-ə baxırıq. Qeyd olunur ki, Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı, İnsan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsi qadağan olunan müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Bax, bu doğrudur. Ümumiyyətcə, burada iqtisadiyyatın inkişafı nəyə əsaslanırdı? Bu hissə, iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanırdı və burada qeyd olunan mülkiyyətdən bax bunların əleyhinə istifadə etmək olmaz. Yəni burada 3 maddəni birləşdirib elə yazmışdı. Ona görə də burada doğru cavabımız 1, 4 olacaq. 4 biraz sizdə çaşqınlıq yarada bilər, amma qeyd etdiyim kimi orada maddələri birləşdirib bu şəkildə sual salıb. Yəni buradan iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növünə əsaslanır və bu mülkiyyətdən də bax bunların əleyhinə istifadə etmək olmaz. Daha sonra bu nədir belə? Əl qaldırdı, nədir, başa düşmədim. Nəsə. Daha sonra keçək, burada 23-cü suala, buyurun. 23-cü sualın da cavabını verə bilərsiniz. – 23-cü sualda C variantını qeyd edirik. Bəli, qeyd olunur ki, nöqtələrin yerinə uyğun olanı seçin. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan, əlbəttə ki, Azərbaycan Respublikasının vətəndaşlarından ibarətdir və bu da beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmirdi. Önəmli məsələdir. Bunların da şərhini vermişdim keçən dərsdə. Bəli, C variantı doğru cavabımız əla. Daha sonra burada 24-ə baxaq.
30-a qədər işləyək, sonra keçin maddələrdə danışım, sağ ollaşaq. İyirmi dördüncü sualında izahım verim, siz də ona can şərhlərinizi yazın. Deyir ki, aşağıdakı fikirlərdən yanlış olanları göstərin. Təbii ehtiyatlar kimə deyir məxsusdur? Deyir, dövlətə və xalqa mənsubdur. Ümumiyyətlə bilirik ki, təbii ehtiyatlar Azərbaycan Respublikasına mənsub idi, düzdürmü? Ona görə bir yanlışdır. Yəni, mən də yanlış olanı götürməliyəm deyə B və A variantını silmiş oldum. Gördünüz, uşaqlar nə qədər vaxt qazanmış olduq. Daha sonra burada qeyd olunur ki, Azərbaycan dövlətləri bazar münasibətləri əsasında ictimai yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır. Axı bu ictimai yönümlü deyildi, bu sosial yönümlü iqtisadiyyatın inkişafına şərait idi. Və 1-2 yanlışdır. Avtomatik mən cavabımı tapmış oldum. Bir də 6-ya baxaq. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları yalnız Azərbaycan qanunlarına uyğun olaraq tətbiq edilir. Yanlışdır, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə əsasən. Bəli, Mədinə xanım da düz yazdı. Gəlin keçək 25-ci sualımıza. Qeyd olunur ki, konstitusiya əsasən aşağıdakılardan biri yanlışdır. Görək, burada hansı cavabı yazacaqsınız. Artıq cavablar gəldi. C variantı yazıblar. Bəli, Türkan xanım C variantı yazıb. Qeyd olunur ki, Milli Məclisin qəbul etdiyi qanunla dövlət sərhədləri dəyişdirilə bilər. Xeyr, ümumiyyətlə bilir ki, dövlət sərhədləri yalnız referendum yolu ilə dəyişdirilə bilən məsələdir. Və burada C variantı yanlışdır. Əla, aktivliyimiz də artır. Sonra keçək 26-cı suala. Uşaqlar, buyurun. Burada sadəcə bir məsələ var. Bu 3 varianta baxın, sonra keçək digərinə. Baxın, deyir, Azərbaycan dövləti demokratik hüquqi dünyəvi unitar respublikadır. Bu doğrudur. Azərbaycan Respublikasının konstitusiyasının müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildir. Bu da doğrudur. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Bu da doğrudur. Deməli, D variantıdır. Bizim yanlış cavabımız deyir ki, Azərbaycan Respublikasının prezidenti tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunlarına riayət olunmasının təminatçısıdır. Bax, bu variant olmamalıdır. Biz ümumiyyətlə prezident nələrin təminatçısıdır, imtahana düşmüş sualdır. Müstəqilliyin, ərazi bütövlüyün, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə riayət olunmasının və məhkəmə hakimiyyətinin müstəqilliyini. İndi uşaqlar 27-ci suala baxın. Görün, burada hansı cavabı yazmış olacaqsınız. C variantı yazmışsınız. Yəni, Türkan xanım yazıb. Gəlin, baxaq. Tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısı. Yəni, söhbət Azərbaycan Respublikasının prezidentindən gedir. Ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səs vermə yolu ilə 7 il müddətinə seçilir. Burada yanlış nədir ki? Bu doğrudur. Məsələn, A variantında qeyd olunur ki, dövlətin başçısı növbədənkənar prezident seçkilərini elan edə bilər. Bəli, bu elan edə bilər. Bu, prezidentin səlahiyyətidir. Düzdür, biz bu hissəni keçməmişik. B variantı. İcra hakimiyyəti xalqın vahidliyini təcəssüm etdirən şəxsə mənsubdur. Bəli, doğrudur da, yəni Azərbaycan Respublikasının prezidenti xalqın vahidliyini təcəssüm etdirirdi. Ona görə bu da doğrudur. D variantında qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq yaşayan, ümumiyyətlə 10 ildən artıq yaşayan yox, 10 ildən artıq daimi yaşayan
seçkilərdə iştirak etmə hüququna malik olan və sair bu kimi maddələri sadalayırıq. Azərbaycan Respublikasının vətəndaşı prezident seçilə bilər. Bax, bu yanlışdır. Çünki 10 ildən artıq yaşayan yox, 10 ildən artıq daimi yaşayan olmalıdır. Düz deyir Güney xanım. Bu D variantı yanlışdır. Diqqətli olun. 10 ildən artıq daimi yaşayan olmalıdır. Yaxşı, 28-ci suala baxaq. Görək burada. Bunu artıq keçmişəm mən. Çünki bu bizim ikinci dərsimizdə olsa. Burada qeyd olunan məsələ nədir? Qeyd olunur ki, yanlışı tapaq. Təsdiq edilməsi qanunvericilik hakimiyyəti orqanlarının səlahiyyətinə aid edilmiş vəzifəli şəxslərin təsdiq edilməsi məsələsi referendumla həll oluna bilər. Ümumiyyətlə, biz bilirik ki, bu məsələlər referendumla həll olunmur. Bir yanlışdır. Azərbaycan Respublikası onun ərazisində yaşayan bütün əhalinin ümumi və bölünməz vətənidir. Bütün əhalinin yox, vətəndaşlarının idi. Ona görə 2 də yanlışdır. 3-də qeyd olunur ki, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarə etmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Bu doğrudur. Və bir də 4. Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir. Bu da doğrudur. Ona görə bu da yanlış, yəni götürmürəm. Mən yanlışlar götürürəmsə 1, 2 doğru cavabımız olacaq. Daha sonra keçək digər məsələyə 29-a baxaq. Uşaqlar, bu biraz çətindir. Buna da baxın, sonra bir də 30-a baxaq. Yəni, baxaq. Burada deyir, icra hakimiyyəti Azərbaycan Respublikasının prezidentinə mənsubdur. Bu hardadır? Bu əlbəttə ki, Azərbaycan dövlətindədir. Yəni, bura yazıram A. 3A olmalıdır. A3. A-nın 3 olduğu varianta baxsam, burada deməli B-yə 2 yazıb hər ikisində, C-yə baxaq. C-yə deyir ki, prezident silahlı qüvvələrin ali baş komandandır. Mən dedim, silah sözünü gördünüzsə, bilin bu maddədədir. Yəni 4C olmalıdır. Ona görə digərlərinə baxmağa ehtiyac yoxdur. Doğru cavabımız D variantı olmuş olacaq. Uşaqlar, bir də sual 30-a baxırıq. Düzdür, biz bunu keçməmişik, bugün də keçməyəcəyik bunu. Çünki bu hər bir vəzifədən söhbət gedir. Biz bu günləri hüquq və azadlıqlar haqqında danışırıq. Və burada qeyd olunur ki, Konstitusiya əsasən vətəndaşların əsas vəzifələri ilə bağlı düzgün müddəni müəyyən edin. Baxın, həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilmir yazıb, xeyr, yol verilir. Vətənin müdafiə hər bir şəxsin yox, hər bir vətəndaşın borcudur. Ətraf mühitin qorunması ilk növbədə vətəndaşların yox, hər bir şəxsin borcudur. Və burada D variantında tarix və mədəniyyət abidələrinin qorumaq hər bir şəxsin borcudur. Bax, bu doğru cavab olacaq. D variantı doğru cavabdır. Bura qədər məncə yaxşıdır uşaqlar. Bugün də az şəxs iştirak edir burada. Yəni, məni çıxsaq 6 nəfərdir. Ancaq yəni, gələcəkdə çox adam olanda daha çox suallar işləyəcəyik. Bunu buradan bağlamıram, elə qalsın elə. Gəlin keçək digərlərinə. Yox, alternativ xidmət deyəndə Mədinə xanım, söhbət ondan getmir, polislik oxuyandan getmir. Məsələn, ola bilər ki, bu vəzifələrdə var ki, şəxsin əqidəsi zidd olur hərbi xidmət keçməyə. Məsələn də bu adam silah tutmaq istəmir və sair məsələlər, silaha qarşı müəyyən əqidəsi uyğun gəlmir. O zaman, məsələn, müəyyən ictimai işlərdə işləməyə yol verirlər. Məsələn, göndərirlər, tutalım, indi o məhkəmə qərarı ilə olur. Məsələn, bir il ərzində bunlar hər hansısa yolda ola bilər, nəyisə süpürə bilərlər, ictimai işlərə cəlb oluna bilərlər və s. Yəni, söhbət bundan gedir. Sonra, gəlin uşaqlar, burada mədəniyyət, bəli, suallar uzundur, bəli, vaxt tələb eləyir. Gəlin, burada sağlamlığın qorunması hüququndan danışaq. Hər kəsin də yenə sağlamlığı qorumaq və tibbi yardım almaq hüququ var. Əlbəttə ki, yenə də dövlət burada müxtəlif mülkiyyət növləri əsasında söhbət burada gedir. Əlbəttə ki, müxtəlif mülkiyyət dedikdə dövlət, bələdiyyə və bir də xüsusi mülkiyyətdən gedirdi. Bu mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirləri görür və sanitariya, epidemiologiya salamatlığına təminat verir.
və tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. Məsələn, pandemiya zamanı uşaqlar yadınızdadırsa, küçələrin yuyulma prosesi var idi. Neynir dövlət? Sanitariya salamatlığına təminat verir. Və daha sonra keçirik digər məsələyə. Əlbəttə ki, insanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları gizlədən şəxslər isə qanunla məsuliyyətə cəlb edirlər. Bu hissə heç açığı suallara düşməyib indiyə qədər. Suallar uzundur, çatdırıb oxumaq olmur. Düzdür. Yəni siz buna sonra YouTube-da baxanda sualları saxlayıb baxa bilərsiniz. Maddə 42 təhsil hüququdur. Uşaqlar, təhsil hüququ artıq hər bir vətəndaşın təhsil almaq hüququ var. Hər bir şəxsin yox, hər kəsin yox, hər bir vətəndaşın. Və əlbəttə ki, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Baxın, icbari dedikdə burada söhbət məcburidən gedir. Təhsil sisteminə əlbəttə ki, dövlət nəzarət edir. Burada götürüb Təhsil Nazirliyi sözün yazmır. Ümumiyyətlə, Konstitusiyada hər hansısa bir nazirliyin adı yoxdur. Maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanət verir. Məsələn, fikirləşin ki, siz imtahan verirsiniz orta məktəbi bitirdikdən sonra və imtahan əsasında pulsuz şəkildə dövlətin ali təhsil müəssisələrində təhsil ala bilirsiniz. Dövlət zəmanət verir, düzdürmü? Sonra magistr hazırlaşırsınız və s. doktorantura bu şəkildə gedir. Dövlət minimum təhsil standartlarını müəyyən edir. Ümumiyyətlə, minimum təhsil standartları dedikdə söhbət nədən gedir? Məsələn, mən bu haqda da qısa olsa da WhatsApp-da yazmışdım. Yəni, məsələn, Bakıda oxuyan uşağa da eyni fəndən dərs keçilir, Naxçıvanda oxuyan uşağa da eyni fənlər tədris olunur. Yəni, burada hər kəsə eyni fən tədris olunur. Və yaxud da ki, digər məsələlər var. Məsələn, dövlət burada əsasən minimum standart dedikdə, yəni məktəblər arasında bərabər təhsil imkanlarının yaradılmasından söhbət gedir. Və daha sonra burada nəyə deyə bilərəm? Məsələn, deyə bilərəm ki, burada hər birlərinin qiymətləndirmə meyarları var. Məsələn, Gəncədəki uşaq da tutalım 5 balla qiymətləndirilir, Bakıdakı uşaq da 5 balla qiymətləndirilir. Yəni, minimum təhsilin standartı var. Və yaxud dövlət deyir ki, tutam 9-cu sinifi bilən uşaq Azərbaycan dilindən yazını, oxunu bilməlidir və s. bu kimi məsələlər. Yəni, minimumu müəyyənləşdirir və yaxud müəllimlik üçün qeyd olunur ki, müəllimlər üçün bakalavr dərəcəsi, pedaqoji hazırlıq tələb edə bilər və s. bu kimi məsələləri yadınızda saxlayın. İndi isə mənzil hüququna baxaq və qeyd edək ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmənin qərarı olmalıdır. Burada dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir və insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbir görülür. Uşaqlar, bir var mənzil hüququ, bir də var mənzil hüququnun toxunulmazlığı vardır. Yəni, bunlar da bir-biri ilə çaşdırırlar, yəni suallarda salıb çaşdırırlar. Milli mənsubiyyət hüququ. Azərbaycan Respublikasında uşaqlar 25-dən çox millət var, bildiyiniz kimi Talış var, Tat var və s. digər millətlər var və qeyd olunur ki, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq hüququ var. Yəni, hər bir şəxs deyirəm belə yanlış cümlədir, yəni bir şəxs talışdırsa deyə bilər ki, rahat şəkildə mən talışam. Onunla bağlı ona hər hansısa bir məhdudiyyət tələb olunmur. Və yaxud heç kəs ona demir ki, sən milli mənsubiyyətini dəyişdir. 45 artıq ana dilindən istifadə hüququdur. Sadəcə burada demək istədiyim nədir? Önəmli məsələ budur ki, hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ var. Məsələn, burada deyirik, istədiyi dildə təhsil almaq. Məsələn, Azərbaycanda bilirsiniz, British School var, Bakı Fransız liseyi var, indi səhv eləmirəmsə bağlanıb və s. Yəni, istədiyi dildə təhsil ala bilər. Bilirsiniz, ingilis təmayüllü bizdə məktəblər var və s. Bu hissələr açığı çoxdur, düşən suallar olmur imtahana. Yəni, yuxarıda sadaladıqlarım daha çox düşür. Daha sonra şərəf və ləyaqətin müdafiə hüququndan danışaq ki, yenə də hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var və şəxsiyyətin də ləyaqəti dövlət tərəfindən qorunur. Ümumiyyətlə, heç bir halda şəxsiyyətin ləyaqətini alçaldılmasına əsas verə bilməz. Yəni, burada qanunla müəyyən edilmiş hallar, istisna falan söhbəti yoxdur. Və ikinci məsələ, burada önəmli bir məsələdir ki, bizim üzərimizdə tibbi və yaxud elmi başqa təcrübələr aparıla bilərmi? Bəli, aparıla bilər, ancaq bizim könüllü razılığımız olarsa. Bəzi şəxslər var ki, vəsiyyət eləyir ki, öləndən sonra onun
həmin o cəsədi, məsələn, tibb universitetində bir nümunə kimi olsun. Orada təhsil alan gənclər, məsələn, onun üzərində bədə müəyyən praktikalar həyata keçirirlər. Amma razılıq olunur ondan sonra da, yəni bir əvvəlcə razılıq alınır, sonra öləndən sonra bax o razılıq əsasında üzərində tibbi təcrübələr aparılır. Və sair sağ da ola bilərsiniz başqa məsələlərlə bağlı. Məsələn, pandemiya vaxtı fikirləşin ki, məsələn, bizim dövlət bir türklər demiş panzehir bədim ixtira eləyir və artıq kimsə razılıq verir, onun üzərində o, məsələn, panzehir test olunur. Daha sonra azadlıqlara gəlirik. Bizim ümumilikdə uşaqlar 5 azadlığımız var və bu azadlıqlardan 2 dənə azadlığımız var ki, baxın bu hissədə qeyd olunur. Sərbəst toplaşmaqla məlumat azadlığı. Bunlarla bağlı ayrıca qanun var. Məlumat azadlığı haqqında qanunumuz var. BB kateqoriyasına da düşür, BA-ya da düşür və bununla bağlı da mənim YouTube-da videolarıma baxa bilərsiniz. Fikir sözü azadlığıdır. Ümumiyyətlə bütün azadlıqlarda hər kəs sözü var ki, hər kəsin azadlığı vardır. Söhbət vicdan azadlığı olsun, fikir söz azadlığı, sərbəst toplaşmaq və s. olsun. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Sadəcə əsas məsələ budur ki, irqidir, millidir, dinidir və yaxud sosial və hər hansısa digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Vicdan azadlığı məsələsi isə uşaqlar buradan gedir ki, yəni din məsələsidir vicdan azadlığı. Qeyd olunur ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə tək başına və yaxud da ki, başqalarıyla birlikdə etiqad etmək və yaxud etiqad etməmək heç bir dinə, yəni bu onun şəxsi hüququdur, özü bilər. Bir şəxs ateist ola bilər və yaxud müsəlman da ola bilər və s. Dini mərasimlərin yerinə yetirilməsi isə ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyilsə sərbəst olur. Və onu da qeyd edim ki, dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Yəni hər hansısa bir şəxs deyə bilməz ki, məsələn, mən müsəlman dinindəyəm və yaxud mən xristian dinindəyəm, hər hansısa bir məsələn deyim də hüququ pozuntu eləsin, tutan bərabərlik hüququ olsun, nikah hüququ olsun və s. Məsələn, deyə bilməz ki, nikah hüququna görə mən müsəlmanam, məsələn, mənə icazə var, mən 16 yaşında evlənim. Yox, qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda evlənə bilər və s. Və yaxud zorla evləndirmək məsələsi, digər məsələlər. Daha sonra sərbəst toplaşmağı da deyirəm indi və qeyd olunur ki, sərbəst toplaşmaq necə olur? Müvafiq dövlət orqanlarının qabaqcadan xəbərdar edirik. Ondan sonra ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərti ilə dinc, silahsız yığışmaq, yığıncaq, mitinqlər, nümayişlər keçirmək hüquqlarımız var. Onu da qeyd edim, niyə dövlət orqanlarının qabaqcadan xəbərdar eləməliyik? Burada bir məsələ var ki, uşaqlar, bu məsələdə, yəni məsələn fikirləşin ki, burada kütləvi belə bir mitinq olur və bu mitinqdə əlbəttə ki, insanların təhlükəsizliyi qorunmalıdır. Bu zaman dövlət əsas rol oynayır ki, o təhlükəsizliyi qorumaq üçün, düzdürmü? Ona görə qabaqcadan xəbərdar edilməlidir. Həmçinin şəraitin yaradılması məsələsi də var. Onlar yeri müəyyənləşdirilməlidir. Burada digər insanların rifahı nəzərə alınmalıdır və s. Məlumat azadlığı haqqında mən dedim əlavə qanun var və qeyd olunur ki, hər kəs istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Yəni qanuni yolla mən gedim kimsənin səsini yazım, şəxsin razılığı olmadan onun videosunu çəkim falan, belə şeylər olmaz. Burada qeyd olunan məsələ budur ki, kütləvi informasiya vasitələrində dövlət senzurası qadağandır. Yəni məsələn, dövlət senzurası haqqında burada qeyd etmişəm, müəyyən yazılı olsun, audio olsun və s. hər hansısa bir məlumatı dövlət nəzarət altına alır ki, bu məlumatlar ancaq gedə bilər bu verilişlərdə. Bax, bu artıq senzuradır. Yəni, bu da deyir ki, qadağandır. Daha sonra yaradıcılıq azadlığı da sadədir. Burada hər kəsin yaradıcılıq azadlığı var və s. Bunlar açığı sadə hissələrdir. Bura qədər uşaqlar, sualınız varsa verə bilərsiniz rahat şəkildə. Mən də bir 2 dəqiqə boğazım qurudu, su içim, başlayaq dərsimizə. Yerdə qalanlardan danış. Tamam. O zaman davam edək.
Uşaqlar, bura qədər qeyd etdiyim məsələlər bildiyiniz kimi artıq mən bu indiyə qədər danışdıqlarımda hər kəs söhbətindən dedim. Artıq buradan vətəndaşlıqdan söhbət gedəcək ki, vətəndaşların hüququ nələrdən ibarətdir? Məsələn, elə maddə 52-də vətəndaşlıq hüququ gedir. Burada vətəndaş anlayışı verilir ki, vətəndaş kimdir? Vətəndaş Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüququ və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Və qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı kimlər olur? Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşı olur. Əgər valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin şəxs də Azərbaycan Respublikasının vətəndaşı sayılır. Bir çox ölkələrdə belə deyim, bax bu keçərlidir. Əlbəttə ki, Azərbaycan Respublikasının vətəndaşı bu vətəndaşlıqdan məhrum edilə bilməz. Baxın, burada yazılıb ki, onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla. Yəni, ola bilər ki, vətəndaş digər dövlətin vətəndaşlığını qəbul edirsə, o zaman öz vətəndaşlığını itirilir. Çünki bizdə ikili vətəndaşlığa icazə verilmir. Və Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz. Və onu da qeyd edək ki, Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və daimi yaşayan vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Bu da belə. Daha sonra cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ. Uşaqlar, bu məsələlər niyə vətəndaşların hüququdur? Bir çox ölkələrdə ya daimi oturum izni verirlər, ya green card udan şəxslər var. Onlar bütün hüquqlarına təmin olunurlar. Ancaq bu cəmiyyətin, dövlətin siyasi həyatında iştirak hüququdur, dövlət idarə olunmasında iştirak hüququdur, seçki hüququdur. Bunları artıq vermirlər. Yəni bir dənə onlar olmur. Onlar vətəndaşlara aid olur. Eyni bizdəki kimi. 54-cü maddədə qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşları cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmə hüququ var. Məsələn, siz də hər hansısa bir partiya yarada bilərsiniz. İkinci bənd ən çox düşən hissədir. Qeyd olunur ki, dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur. Borcudur, yox uşaqlar, hüququdur. Çünki biz artıq hüquqlardan danışırıq. Və əlbəttə ki, dövlətin idarə olunmasında iştirak etmək hüququnu isə biz ya bilavasitə keçirik, ya da nümayəndələrimiz vasitəsilə. Məsələn, fikirləşin ki, deputat seçkiləridir. Biz səs veririk deputatlara, onlar bizim hüququmuzu bir növ keçirirlər. Bax, belə deyək. Və yaxud biz prezidentə səs veririk, prezident keçirir bizim yerimizdən. Və yaxud özünüz iştirak edə bilərsiniz. Əgər yəni o şərtlərə cavab verirsinizsə. Daha sonra vəzifəli şəxslər isə bəli, vətəndaşların sırasından təyin olunurlar. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər. Uşaqlar, bu son sadaladığım məsələ imtahana düşmüş hissədir. Bunu xüsusilə yadınızda saxlayın. Yəni son imtahanlarda düşüb bu belə deyim. 56-cıya baxaq, seçki hüququ. Seçki hüququ isə yenə qeyd etdiyimiz kimi vətəndaşların dövlət orqanına seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır. Ancaq məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə və referendumda iştirak etmək hüququ yoxdur. Bir növ əqli cəhətdən zəif olan insanlardan burada söhbət gedir ki, onlar artıq doğru qərarı verə bilmirlər. Ona görə qeyd olunur ki, referendumda iştirak etmək hüququ olmur. Baxın, bu hissədə suallara düşür tez-tez. Söhbət nədən gedir? Kimlərin seçilmək hüququ məhdudlaşa bilər? Hərbi qulluqçulardır, hakimlərdir, dövlət məmurlarıdır, din xadimləridir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərdir və bu konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmə hüququ qanunla məhdudlaşa bilər. Müraciət etmək hüququndan gedir söhbət 57-də. Müraciət etmək fərdi və kollektiv şəkildə ola bilər. Ancaq hərbi qulluqçular burada kollektiv yox, yalnız fərdi qaydada müraciət etmək hüququndan istifadə edə bilirlər. Və hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətdə yazılı cavab verilməlidir. Uşaqlar, vətəndaşların müraciəti haqqında qanunda qeyd olunur ki, vətəndaşın müraciətinə məsələn ən gecə 15 iş günü ərzində cavab verilməlidir. Eyni şəkildə məsələn hərbi qulluqçuların da müraciətinə. Daha sonra burada ikinci bənddə qeyd olunur ki, dövlət orqanlarının və onların vəzifəli şəxslərinin
və yaxud siyasi partiyaların, nə bilim, burada qeyd olunub Həmkarlar İttifaqının və s. ayrı-ayrı bunların, yəni fəaliyyətini tənqid etmək hüququ var. Yəni qısa şəkildə vətəndaş tənqid edə bilər hər hansısa bir dövlət orqanını. Tənqidə görə təqib qadağandır, təhqir və böhtan tənqid sayıla bilməz. Baxın, burada təhqir sözün yazılar uşaqlar çox zaman. Yanlışdır. Tənqidə görə təqib qadağandır. Birləşmək hüququndan danışaq. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır və qeyd olunur ki, dövlət orqanlarında ümumiyyətcə belə deyək, onu qeyd edim, Həmkarlar İttifaqının yaradılması qadağan deyil. Mənim özüm elə uzun müddət Həmkarlar İttifaqının sədri işləmişəm. Ancaq burada bir məsələ var ki, yəni ümumilikdə hər kəs siyasi partiya, Həmkarlar İttifaqı, digər ictimai birliklər yarada bilər və yaxud o birliyə daxil olmaq hüququna malikdir. Və onu da qeyd edək ki, heç kəs sizi məcbur edə bilməz ki, bu birliyin tərkibində qalasınız. Daha sonra burada nədən danışaq? Və onu da qeyd edək ki, bu birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Hər hansısa bir partiyanın ləğv olunması məsələsi. Bilirsiniz, bizdə partiyaların son olaraq sayı azaldılmışdır və sayı deyəsən səhv eləmirəmsə 21-ə enmişdir. Ola bilər rəqəmlərdə hər hansısa bir yanlışlığım olsun. Azad sahibkarlıq hüququ bu artıq budur ki, sizin azad şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağınız üçündür ki, yəni qeyd olunur ki, yəni siz öz imkanınızdan və yaxud da ki, qabiliyyətinizdən, əmlakınızdan sərbəst şəkildə istifadə edərək tək başına və ya başqaları ilə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərsiniz və yaxud da ki, qanunla qadağan olunmayan digər iqtisadi fəaliyyət növləri ilə. Sadəcə burada dövlətin əsas məsələsi nədir? Dövlət burada sadəcə dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı belə deyək, tənzimləməni həyata keçirir. Gəlin bununla bağlıdır uşaqlar, bir-iki nümunəni verim. Məsələn, fikirləşin ki, sahibkardır, qida məhsulları istehsal edir. Bu zamanlarda dövlət nə etməlidir? Qida Təhlükəsizliyi Agentliyi vasitəsilə insanların sağlamlığının qorunması üçün müəyyən tənzimləmələr tətbiq edir. Məsələn, deyir ki, sən bu qidanı hazırlayarkən gigiyeniya və keyfiyyət standartlarına riayət elə. Məsələn, fikirləşin ki, bir şirkətdir, təhlükəli kimyəvi maddələr istehsalından məşğuldur. Dövlət artıq burada girir o tənzimləməyə ki, məsələn, başlayır iş prosesini yoxlayır ki, görün bu maddələr düzgün saxlanılırmı, düzgün daşınırmı və yaxud düzgün istifadə olunmu və s. Söhbət bundan gedir uşaqlar. Daha sonra hüquq və azadlıqların inzibati və məhkəmə təminatı bayaqları qeyd olundu ki, burada Nurlana xanım səhv eləməmsə yazmışdı ki, məhkəməyə müraciət edə bilərdimi? Ümumiyyətlə, baxın, burada da qeyd olunub ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnzibati qaydada budur ki, yuxarı orqandan söhbət gedir. Məsələn, nazirlikdirsə, nazirliyi prezident aparatına şikayət edə bilərsiniz. Da Milli Məclisə yox. Və qeyd olunur ki, eyni şəkildə də hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və yaxud da ki, məhkəməyə şikayət edə bilər. Yəni, bu hissədə də bunlara baxırıq ki, bir inzibati qaydadır, bir də məhkəmədir. Bu hissəni yadınızda saxlayın. Artıq sonlara çatırıq uşaqlar. 61 haqqında qısa olsa da bayaq danışdım. Söhbət hüquqi yardım almaqdan gedir. Hər kəsin əlbəttə ki, yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır və bu hüquqi yardım əlbəttə ki, ödənişsiz dövlət hesabına göstərilir. Əlbəttə ki, qanunla nəzərdə tutulmuş hallarda. Bəzən biz seriallara, kinolara baxanda görürük ki, məsələn, mən türk kinolarında görmüşəm, deyir ki, burada əgər sənin deyir vəkilin varsa, vəkilini çağır, yoxdursa dövlət sənə verəcək o vəkili. Burada da elə ondan qeyd olunur. 3-cü bənddə deyir ki, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı və yaxud cinayətin törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ var. Bəli, pulsuz şəkildə, ödənişsiz. Maddə 62 nədir? Maddə 62 isə qeyd olunur ki, yəni bizim işimizə bir məhkəmədə baxılırsa, bizim razılığımız olmadan, yəni bizim işimiz alınıb başqa məhkəmədə baxılmasına yol verilmir. Təqsirsizlik prezumpsiyası, uşaqlar, təqsirsizlik prezumpsiyası önəmli məsələdir. Qeyd olunur ki, nədir bu? Hər kəsin təqsirsizlik prezumpsiyası var. Yəni cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs
onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa təqsirsiz sayılır. Gəlin buna da aid nümunə verim. Yəni məsələn fikirləşin ki, bizim evimizdə bir oğruluq olur. Mən də fikirləşirəm ki, bizim evə gəlib gedən bir dostum var. Ən çox o gedir, gəlir. Deməli bu oğruyub. Və mən onu artıq polisə deyəndə, yəni polis onu tuta bilməz. Niyə görə? Çünki bu qanuni şəkildə sübuta yetirilməyib. Və qeyd olunur ikinci bənddə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Yəni mənim şübhəm var ki, bəli, mənim dostum oğruluq eləyib, ancaq bu o demək deyil ki, o təqsirlidir. Yəni bu qanuni şəkildə sübuta yetirilməlidir ondan sonra və yaxud məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmalıdır. Və yaxud fikirləşin uşaqlar, bir nəfər gedirsiniz, yolda görürsünüz ki, bir nəfər yerdə uzanıb, həmin bunun üzərində olan şəxs də əlində bıçaqdır, bıçaq da qanlıdır. İndi siz bilmirsiniz ki, bu bunu bıçaqlayıb və yaxud da ki, bıçağı bunun belə deyək, sinəsindən çıxarıb. Yəni bu kimi məsələlər var. Yəni bunu da deyim ki, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyil. Yəni bu deməməlidir ki, məsələn bunu mən eləməmişəm. Yəni onu sübuta yetirilməlidir həmin o dövlət orqanları. Və əlbəttə ki, bu ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məsələn, mən də deyirəm ki, bu şəxs günahkardır, deyirəm ki, dostuma sən oğramısan və başlayıram onu döyməyə. Məcbur edirəm ki, o da desin ki, yox, hə, mən eləmişəm. Əlbəttə ki, belə bir şey ola bilməz. Məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz. Sonuçda məhkəmənin hökmü ilə belə təqsirli olunuruq. Və onu da qeyd edim ki, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. İndi o əgər cəzasını çəkibsə, yenidən onu məhkəməyə təkrarən məhkum edə bilmərik. Və onu da qeyd edək ki, məhkəməyə təkrar müraciət hüququ var. Bildiyiniz kimi birinci instansiya məhkəmələri var. Əgər orada bizim işimizə narazıyıqsa həmin o məhkəmənin qərarından apellyasiya məhkəməsi, apellyasiyadan da narazıyıqsa artıq kassasiya qaydasında ali məhkəməyə müraciət edə bilirik. Bax bu maddə 65-də onu deyir. Deyir ki, hər bir şəxs yuxarı məhkəmədə yəni öz barəsində çıxarılmış hökmə yenidən baxılması, özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ var. 66-cı maddə sizin real həyatda qarşınıza çıxa bilər. Heç kəs özünə, arvadına, övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Yəni bunların siyahısı kimlər bu bizə qohumdular, bunların siyasi qanunla müəyyən edilir. Son maddələrimizdir uşaqlar. Qeyd olunur ki, səlahiyyətli dövlət orqanlarının tutduğu, həbsə aldığı, cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir və tutulmasının, həbsə alınmasının və cinayətdən məsuliyyətinə cəlb edilməsinin səbəbi izah edilir. Məsələn, kinolarda deyir ki, əgər nə danışsanız, bu sizin əleyhinizə məhkəmədə istifadə oluna bilər. Ona görə danışmamaq hüququnuz var. Söhbət buradan gedir əslində burada da. Və onu da deyək, yəni bir şəxs təqsirləndirilirsə, onu məhkum etməmişdən qabaq mütləq şəkildə dinlənilməlidir məhkəmədə o. Son maddələrimiz qalıb 68-ci maddə. Bu söhbət özbaşınalıqdan müdafiə və vicdanlı davranışdan söhbət gedir. Burada əsas məsələ qeyd olunur ki, yəni burada nədir məsələ? Məsələn, cinayət halı baş veribsə və yaxud kimsə vəzifədədir, o vəzifəsinə sui-istifadə eləyir və bunun nəticəsində biz zərər çəkirik. Bax, bu zərər çəkən şəxs məhkəmədə ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ var. Onu da qeyd edək ki, əgər bu dövlət orqanları tərəfindən və yaxud dövlət orqanlarının vəzifəli şəxslər tərəfindən törədilirsə, qanuna zidd olaraq o zaman həmin bu zərər dövlət tərəfindən ödənilməlidir. Əlbəttə ki, dəm isyana görə dövlət mülkü məsuliyyət daşıyır. Qısa şəkildə maddənin izahı bundan ibarət idi. 69 əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən söhbət gedir ki, vətəndaşlığı olmayan şəxslər də əgər Azərbaycan ərazisindədirsə, tərəfdar çıxdığımız beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, eyni şəkildə qanunla Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirirlər. Yəni yuxarıda biz saydıq artıq hansı hüquqlarımızı, bərabərlik hüququdur, nikah hüququdur və s. Yəni bunlar da onların hüququdur, istifadə edə bilərlər. Və eyni şəkildə qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisində ya daimi yaşayan, ya da müvəqqəti qalan əcnəbilər, vətəndaşlığı olmayan şəxslərin hüququ və azadlıqları isə yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan qanunlarına uyğun olaraq məhdudlaşa bilər.
70-ci maddə siyasi sığıncaqdır. Əsasən də bu bütün dünyada keçərlidir ki, uşaqlar, siyasi sığıncaq hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq verilir və əgər siyasi əqidəsinə görə bu məsələ Azərbaycan Respublikasında cinayət sayılmırsa, həmin şəxs başqa dövlətə verilməsinə yol verilmir. Eyni şəkildə, məsələn, siz də əgər xaricə getsəniz, orada siyasi sığıncaq alsanız, sizi öz ölkənizə qaytarmayacaqlar. Bunu yadınızda saxlayın. Maddə 71 ilə biz bugünkü dərsimizi yekunlaşdıracağıq. Buradan da çox suallar düşür. Söhbət burada gedir insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatından. Biz dövlət hakimiyyətini bölmüşdük 3 yerə: icra, məhkəmə, qanunverici hakimiyyəti və yuxarıda sadaladığımız hüquqları və azadlıqları gözləmək, qorumaq, bax bu 3 orqanın belə deyək borcudur. Yadınızda saxlayın. Daha sonra keçirik digər məsələyə və qeyd olunur ki, insan və vətəndaş hüquqlarının və azadlıqların həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bunu xüsusilə yadınızda saxlayın. Heç kəs bu sual düşüb. Əlbəttə ki, burada qeyd olunan məsələ hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Daha sonra müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edərkən bu 4 məsələdir. İnsan və vətəndaş hüquqlarının və azadlıqların həyata keçirilməsi beynəlxalq öhdəlikləri nəzərə almaqla qismən məhdudlaşa bilər. Baxın, pandemiya vaxtında biz bunları yaşamışıq artıq. Bildiyiniz kimi bizə müəyyən vaxtla çölə çıxırdıq. Məsələn, 2 saat ərzində. Artıq bu bizim müəyyən hüququmuzu belə də məhdudlaşdırdı, düzdürmü? Sərbəst şəkildə hərəkət edə bilmirdik müəyyən vaxtla. Yəni bu ancaq bu 4 vəziyyətdə olarkən olur. Yəni sonra heç bir kəs, heç bir halda vicdan, fikir, din əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə də təqsirləndirilə bilməz. Və qeyd olunur ki, burada 6-cı bənddən danışmaq istəyirəm artıq. İnsan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. Ümumiyyətlə bu hüquq və azadlıqların pozulması ilə əlaqədar mübahisələri isə yalnız məhkəmələr həll edir. Və 8-ci maddədə qeyd olunur ki, məsələn, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Yalnız o qanunlar geriyə şamil olunursa, yəni yeni qanun tətbiq edilir o zamanları ki, yəni yeni qanunla bu cür hərəkətlərə görə məsuliyyət aradan qaldırılıb və yaxud da ki, belə deyək, yüngülləşdirilmişdirsə. 2 halda yeni qanun tətbiq edilir. Məsələn, fikirləşin ki, uşaqlar, siz piyada keçidindən keçirsiniz, 20 manat cərimə olmuşsunuz, daha sonra yeni qanun tətbiq olunur ki, artıq yəni 20 manat yox, 10 manatdır. O zaman yeni qanun qəbul edilir. Bax, bu məsələdə. 9-da qeyd olunur ki, hər kəs qanunla qadağan olmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Və sonuncu bənd, dövlət orqanları yalnız bu konstitusiya əsasında qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilirlər. Məsələn, qanunverici hakimiyyət keçəcək uşaqlar, onun müəyyən səlahiyyətləri var. Yəni o hüdudlarda fəaliyyət göstərir. Eyni şəkildə prezident hakimiyyəti olsun, məhkəmələr olsun və s. Yəni bununla da uşaqlar biraz uzun oldu bugünkü bizim dərsimiz. 3-cü fəsili bitirmiş olduq. Yəni onu da qeyd edim ki, WhatsApp qrupumda, Telegram qrupumda mən bununla paylaşım eləyəcəm ödənişsiz dərslərlə bağlı. Çalışacağam ki, ən azından konstitusiya və dövlət qulluğundan olan bütün mövzuların izahını vermiş olum. Gələn səfər daha çox uşaq qoşularsa, daha çox sualların izahını vermiş olacağam. İştirak edən hər bir şəxsə sağ ol deyirəm. Gecəniz xeyrə qalsın. Hələlik.